31 Mart soyqırımından 108 il ötür. 1918-ci ildə Qubaya hücum edən erməni daşnaq silahlı birləşmələri burada minlərlə insanı vəhşicəsinə qətlə yetirib. 100-dən çox kənd isə talan olunub. Bir gənc olaraq mən və mənimlə birgə onlarla gəncimiz 31 Mart soyqırım qurbanlarımızı anmaq üçün bura toplaşmışıq. Bu mənim fikrimcə sadəcə keçmişdə olan bir faciə deyil, eyni zamanda bugünümüz və gələcəyimiz üçün böyük bir dərsdir. Biz gənclər, biz Azərbaycan xalqının da bir vətəndaşlıq borcudur ki, biz öz tarixi həqiqətlərimizi, başımıza gələn bu soyqırım hadisələrini unutmamalıyıq və unutturmamalıyıq. Elə eləməliyik ki, cavan nəslin yaddaşında bu qan yaddaşımız kimi qalsın. Biz dərs keçdiyimiz uşaqlara da başa salırıq. Heç vaxt bu qan yaddaşı yaddan çıxmamalıdır. Həmişə yadda qalmalıdır ki, bir də bu müsibətlər bizim başımıza gəlməsin. Hal-hazırda durduğumuz kütləvi məzarlıqda aşkar olunmuş məzar nümunələrinə əsasən, cəsəd nümunələrinə əsasən işgəncə üsullarından biz başlarına mismar keçirdilmiş və beləliklə öldürülmüş, başları kəsilmiş, ayaqları bir-birinə ağır zəncirlərlə bağlanılıb, quyulara atılmış insan cəsədlərini tapa bilmişik. Bu da onu göstərir ki, həmin dövrdə insanlar sadəcə öldürülməmiş, insani zülmlərə, vəhşiliklərə məruz qalmışdılar. Bəzi əhalinin fövqəladə təhqiqat sənədlərinə əsasən verdikləri şahid ifadələrindən görsənir ki, onların gözü qabağında övladları öldürülmüş, hamilə qadınların qarnı deşilmiş, süngülərlə igidlərin başı kəsilmiş və bu yaşlı atalarının, analarının gözü qabağında olmuşdu. 31 Martla əlaqədar səhər saatlarından artıq minlərlə insan buranı ziyarət edib, erməni vəhşiliklərini əyani şəkildə görüblər. Son 5 ilin statistikasına görə hər il, 31 Mart günündə buranı 10 minə yaxın insan ziyarət edir.